Salam dostlar, xoş gördük. Bugün məntiq elmi ilə əlaqəli bir məsələyə toxunmaq istəyirəm. İstinad edəcəyim kitab İbn Rüşdün kitabıdır. Deməli, İbn Rüşdün bir kitabı var. Tədqiqatçılar bu kitabın adını Əd-Daruri fi-Siyasə qoyublar. Yəni, siyasətdə zəruri məsələlər. Məna tərcüməsi belədir. Bu ünvanı İbn Rüşd özü seçməyib. Sadəcə İbn Rüşdün əsərlərindən biri ilə tanış olan tədqiqatçılar kitaba məzmununa görə bu cür ad qoyublar. Kitab əslində Platonun dövlət nəzəriyyəsinin şərhidir. Orada İbn Rüşd Platonun nəzəriyyələrini qeyd edir, sonra öz nəzəriyyələrini də qeyd edir. Yəni, dövlət necə olmalıdır, dövlət başçısı necə olmalıdır, hansı xüsusiyyətlərə sahib olmalıdır, dövlətin ordusu necə olmalıdır, kişi qadın hüquqları və s. Çox maraqlı bir kitabdır. Ərəbcə bilən dostlara tövsiyə edirəm və bu kitab Muhammed Abid Əl-Cabirinin şərhi iləndir. Yəni, orada ön sözü var, bir sıra qeydləri var, çox maraqlı qeydlərdir. Yəni, oxumağı tövsiyə edirəm bu kitabı. Deməli, burada bir bölüm var. Bu bölümdə İbn Rüşd bir insanın ilk oxuduğu fən hansı olmalıdır, bu məsələyə toxunur. Çünki Platonun nəzəri budur ki, insan birinci riyaziyyat, həndəsə bu sahələri oxumalıdır. Çünki bu sahələr insana kömək edir ki, o ədədlərlə, hesablamalarla məşğul olmaqla mücərrəd məfhumlar haqqında düşünməyə vərdiş eləsin. Bu sahələrdə o vərdişi qazandıqdan sonra, ondan sonra daha dərin mövzular olan metafizika məsələlərinə daxil ola bilər. Hansı ki, orada varlıq və onun xüsusiyyətləri araşdırılır. Deməli, Platonun nəzəri budur. Birinci insan həndəsə, riyaziyyat bunları oxumalıdır. Lakin İbn Rüşd burayla razılaşmır. İbn Rüşdün nəzəri budur ki, xeyr, insan birinci məntiqi oxumalıdır. Əlbəttə, burada İbn Rüşd Platonun rəyini qeyd edəndən sonra ona bir növ üzr də gətirir. Buyurur ki, وَإِنَّمَا رَأَى هَذَا الرَّأْيَ لِأَنَّ صِنَاعَةَ الْمَنْطِقِ فِي أَيَّامِهِ لَمْ تَكُنْ قَدْ وُجِدَتْ. Buyurur ki, Platon nəyə görə ilk öncə o adını sadaladığım elmləri əsas bilir? Çünki Platonun dövründə məntiq elmi hələ ərsəyə gəlməmişdi. Çünki bildiyiniz kimi, məntiq elmi Platonun tələbəsi Aristotel tərəfindən ilk dəfə sistemləşdirilir və kitab halına salınır. İbn Rüşd də deyir ki, Platonun birinci məntiqi qeyd etməməsi səbəbi budur ki, o dövrdə məntiq hələ ərsəyə gəlməmişdi. Yəni, mənası belə çıxır ki, əgər Platonun dövründə məntiq elmi olsaydı, Platon da mütləq məntiqi seçərdi. Deməli, birinci nə etmək lazımdır? İbn Rüşdün nəzəri budur ki, məntiqi seçmək lazım idi. وَأَمَّا قَدْ وُجِدَتْ هَذَا الصِّنَاعَ فَإِنَّ الْأَصْوَبَ أَنْ يُبْدَأَ التَّعْلِيمُ بِصِنَاعَةِ الْمَنْطِقِ. Məntiq elmi təhsil olunandan sonra, məntiq elmi ərsəyə gələndən sonra artıq nə etmək lazımdır? Birinci, məntiqdən başlamaq lazımdır. Sonra digər sahələrə daxil olmaq lazımdır və ən sonunda da metafizikaya. Və İbn Rüşd daha sonra qədim alimlərin fikrini qeyd edir ki, əmməl qudəmə fəqət ixtələfu fīmə yəcib ən yubdə bihi fit-ta'lim. Həl huvə sınaətul mantiq əv ilmut ta'lim. Bu iş qədim alimlər ixtilaf ediblər, fikirlərinə düşüblər ki, birinci biz hansı fəndən başlamalıyıq? Məntiqdən, yoxsa riyaziyyat, həndəsə bu sahələrdən başlamalıyıq? Və burada İbn Rüşd öz nəzərini qeyd edir ki, doğru olan rəy budur ki, biz məntiqdən başlamalıyıq. Əlbəttə, digərlərin rəyi budur ki, riyaziyyat həndəsindən başlamalıyıq. Ona görə ki, həmin sahələr burada əmmə ulumut ta'alim fələ yuhtəcu fiyhə iləl mantiq li suhulətihə və qilləti irtibatihə bil maddə. Buyurur ki, bu riyaziyyatdır, həndəsədir bu sahələr. Buna ta'alim adını verirlər ərəbcədə. Bu sahələrdə məntiq elminə ehtiyac yoxdur. Çünki bu sahələr asandır və maddə ilə, yəni materiya ilə rabitəsi, əlaqəsi yoxdur. Çünki mücərrəd abstrakt məfhumlar barəsində belə deyək, araşdırma aparır, onlarla abstrakt məfhumlarla işləyir. Bu sahələrdə məntiqə ehtiyac olmadığı üçün ona görə elə birinci məntiqdən qabaq bu sahələri öyrənmək lazımdır. Və belə olan təqdirdə təbii ki, məntiq elminə birinci ehtiyac yaranmır. وَلَمْ يَكُنْ عِلْمُ الْمَنْطِقِ ضَرُورِيًّا لِتَحْصِيلِ عِلْمِ التَّعْلِيمِ وَإِذَا كَانَ هَذَا صَحِيحًا كَمَا يَقُولُونَ. Əgər onların fikrini qəbul etsək ki, riyaziyyat, həndəsə bu sahələrdə məntiqə ehtiyac yoxdur. Ona görə birinci həmin sahələri öyrənmək lazımdır, sonra keçmək lazımdır məntiqə. Amma İbn Rüşd deyir, xeyr, biz birinci nə etməliyik? Məntiqdən başlamalıyıq. Baxın dostlar, bunun bir növ mahiyyətinə varmaq lazımdır. Nəyə görə birinci məntiqdən başlamaq lazımdır? Çünki, düzdür, İbn Rüşd burada qeyd eləməyib, o səbəbi mən izah eləmək istəyirəm. Çünki riyaziyyat və həndəsənin özündə belə biz nə edirik? Məntiqi qaydalara riayət edirik. Əgər biz məntiq bilməsək, məntiqi qaydalara riayət etməsək,
o zaman riyaziyyatda və həndəsədə olan hesablamaların heç birinin doğruluğuna biz zəmanət verə bilmərik. Məsələn, məntiqin təməl qaydalarından biri nədir? Ziddiyyətsizlik qanunu. Yəni, bir şey eyni anda həm var, həm yox ola bilməz. Bir şey eyni anda həm düz, həm səhv ola bilməz. İndi, bir insan gəlir, riyaziyyatla məşğul olur, müəyyən hesablamalar aparır, müəyyən nəticələrə varır. Əgər bu dediyimiz məntiqi qaydalara riayət etməsə, o zaman kim ona garanti verə bilər ki, sənin çatdığın bu nəticə doğrudur? Heç kim garantiya verə bilməz. Bu garantiyanı ancaq bayaq adını qeyd etdiyim məntiqi qaydaya riayət etdikdən sonra kimsə ona garantiya verə bilər və ya özü buna əmin ola bilər. Ona görə məntiq elmi birinci öyrənilməlidir, çünki hətta riyaziyyat və həndəsə və bu sahələrdə belə biz məntiqi qaydalardan istifadə edirik. Bu, təbii ki, tək bu fənlərə aid deyil. Bunun əhatə dairəsini daha da genişləndirə bilərik. Məsələn, bir insan, indi dini kontekstdə mən bu məsələyə yanaşmaq istəyirəm, bir insan peyğəmbərdir. Düzdür, bir insan peyğəmbərdir və vəhy alır, Allahla rabitədədir. Bu insan, hətta bu insan belə ki, birbaşa Tanrı ilə rabitədədir və ondan vəhy alır, hətta bu insan belə məntiqi qaydalara riayət etməlidir. Niyə? Çünki o insan bir mələk görür, o mələkdən ona bir mesaj gəlir və o mesajın Allahdan olduğu iddia olunur. Bu mesajı alan insan, bu vəhyi alan insan aldığı o mesajın həqiqətən Tanrı tərəfindən gəldiyinə əmin olmaq üçün o yenə də məntiqi qaydalara riayət etməlidir. Yəni, gördüyü varlığın mələk olduğuna birinci əmin olmalıdır, aldığı mesajın vəhy olduğuna əmin olmalıdır. Sonra o vəhyin məzmunu var, o məzmunda deyilənlərin doğru olduğuna əmin olmalıdır. Bu əminliyi o necə təmin edə bilər? Təbii ki, məntiqi qaydalara riayət etməklə, ən başda da ziddiyyətsizlik qanununa riayət etməklə. Ona görə bir insan məntiqi bilmədən, məntiqi qaydalara riayət etmədən heç vaxt bu məsələlərdə yəqin əldə edə bilməz, heç vaxt əmin ola bilməz. Buna görədir ki, biz birinci nə etməliyik? Məntiq elmini öyrənməliyik. Bəli, kimsə deyə bilər ki, bu məsələ aydındır, bu məsələdə məntiq oxumağa ehtiyac yoxdur. Xeyr, məncə məntiq oxumağa ehtiyac var. Çünki bildiyimiz sofistlər, bunlar hətta bilik məsələsində belə ciddi şübhələr ortaya qoyurlar ki, bir insan ümumiyyətlə bilik əldə edə bilərmi? Bilik əldə edə bilərsə ona nə qədər güvənə bilər? Fakt, yəni qədim Yunanistanda bu qruplar olub və insanlar ciddi mənada biliyi sorğulayıblar və müasir dövrdə də bu, belə deyək, cərəyan yenidən fəallaşıb. Bu və ya digər mənada, bu və ya digər müstəvidə ondan işim yoxdur. Hər bir halda bilik barəsində əgər ortada ciddi belə bir suallar, iradlar, şübhələr varsa, insan bu məsələləri nə etməlidir? Araşdırmalıdır və bu məsələdə əminlik əldə etməlidir. Ona görə kimsə, indi biz vəhyi alan tutalım şəxs deyilik, amma bizim qarşımızda belə bir iddia ilə çıxış edən bir insan var. Biz birinci əmin olmalıyıq ki, o insan tutalım peyğəmbərdirmi? Peyğəmbərdirsə, onun peyğəmbərliyini necə sübut edə bilərik? Bu məsələlərdə də yenə biz nə edəcəyik? Yəni, məntiqi qaydalara riayət edəcəyik. Çünki məntiqi qaydalara riayət etmədən biz bir insanın peyğəmbər olub olmadığını, bir insanın söylədiyi sözün haqq olub olmadığını heç vaxt düzgün şəkildə ölçə qiymətləndirə bilmərik. Yəni, istər vəhy alan şəxsin özü olsun ki, aldığı mesajın vəhy olub olmadığına yəqin tapsın, əmin olsun və ya onun o mesajı ötürdüyü digər şəxslər olsun ki, bu şəxsin dediyi sözün doğru olub olmadığını gərək araşdırsınlar və əmin olsunlar. Hər iki qrup da nə etməlidir? Məntiqi qaydalara riayət etməlidir ki, bu məsələdə əminliyi tapsınlar. Əlbəttə, bunu əhatə dairəsini daha da genişləndirmək olar. Məsələn, mən belə bir sual deyim, məni izləyən dostlar, qulaq asan dostlara. Onlar bu barədə biraz düşünsünlər və istəsələr rəy bölümündə yaza bilərlər. Sual budur ki, bu qayda, məsələn, ziddiyyətsizlik qanunu bayaq qeyd elədim. Bu qayda hətta Tanrı qatında belə keçərlidirmi? Yəni, Allah özü də bu məsələləri riayət edirmi? Çünki Allah da nədir? Alimdir, biləndir. Allahın da, belə deyək, indi təbii ki, Allah heç bir varlığa bənzəməz, amma o da bilir, o da idrak edir. Aydındır. O da, məsələn, onun qatında belə bu qayda keçərlidir, yoxsa bu qayda ancaq insan, mələk, cin, şeytan, bu, yəni yaranmışlar təbəqəsinə daxildir. Allah qatında bu keçərlidir. Bu, maraqlı bir sualdır, məncə düşünməyə dəyər. Və belə bir sual da vermək olar ki, bu qayda özü ontoloji bir reallıqdır, yəni sabit bir reallıqdır, yoxsa bu qayda yaranıb, Allah onu yaradıb. Yəni Allah
bu dediyimiz ziddiyyətsizlik qanunu var. Bu xüsusiyyəti yaradıb və ona görə biz onu tətbiq edirik. Yoxsa bu ümumiyyətlə yaranışla əlaqəli bir şey deyil. Bu özü bir növ varlığın bir xüsusiyyətidir ki, bu varlığın özündə var. Bunu yaratmağa ehtiyac yoxdur. Yəni, belə bir misal çəkeyim. Məsələn, maddənin forması var, ölçüsü var. Düzdür, məsələn, insanın boyu var, nə bilim, ölçüsü var, çəkisi var. Burada insan yaranır, sonra ona biz ölçü yaradırıq. Yəni, Allah onun üçün ölçü yaradır, çəki yaradır, birləşdirir bunu. Yoxsa Allah sadəcə insanı yaradır. O ölçülər dediyimiz şey, uzunluq, en və s. həcm, bunlar zaten maddənin özündə olan xüsusiyyətdir. Hansı biri düzdür? Əgər desək, Allah maddəni yaradır, sonra ölçünü də paralel yaradır və birləşdirir, o zaman bunu o qaydaya da tətbiq edə bilərik. Ki, Allah yaratdı və ondan sonra bu ziddiyyətsizlik qanunu da yaradıb bir növ maddəyə qatdı. Amma desək ki, xeyr, burada o ölçülərin əlavə yaranmasına ehtiyac yoxdur. Onlar zaten maddənin tərkibində var. O zaman bunu, yəni təbii ki, burada mən müqayisə edirəm, bunu həmin qaydaya da tətbiq edə bilərik ki, o qayda həqiqətdə yaranan bir qayda deyil. O, varlığın mahiyyətindən doğan bir şeydir. Yəni, varlıq elə bir xüsusiyyətə malikdir ki, o, eyni zamanda iki yerdə iki yerdə ola bilməz, eyni zamanda həm var, həm yox ola bilməz. Bu artıq nəsnənin, varlığın xüsusiyyətidir. Bunun üçün əlavə yaranışa ehtiyac yoxdur. Bunlar bir sıra maraqlı məntiqi suallardır. Bu barədə istəyirəm dostlar da düşünsün. Xülasən, məntiq elminin əhəmiyyəti budur. Məntiq elmini biz birinci öyrənməliyik, məntiq qaydaları birinci öyrənməliyik. Əlbəttə, burada məntiq qaydalar deyəndə məntiqin bütün qaydalarını nəzərdə tutmuram. Çünki məntiqin bəzi qaydaları var ki, bəli, biz onlara adlarını sadaladığım məsələlərdə ola bilsin ehtiyac duymarıq. Amma argumentasiya məsələsində və argumentasiya ilə əlaqə olan bir sıra məsələlər var ki, biz onları həyatımızın bütün sahələrində istifadə edirik. Bütün proseslərdə istifadə edirik. Ona görə məntiq elmini birinci eləməliyik, birinci öyrənməliyik. Bu qədər dostlar. Əgər fikirləriniz olsa, iradlarınız olsa, maraqlı əlavələriniz olsa, rəy bölümündə qeyd edərsiniz. Görüşənədək.